Qubanın Vladimirovka kəndində sakinlər elektrik təchizatından narazıdırlar. Xüsusilə yağışlı və küləkli günlərdə vəziyyət daha da çətin olur. Ərazidə yerləşən dirəklərin əksəriyyəti köhnə, çürümüş ağac konstruksiyalardan ibarətdir. Elektrik xəttləri isə yerə yaxın, sallanmış halda, nizamsız və baxımsız vəziyyətdədir. Naqillərin izolyasiyası köhnəlib. Bəzi yerlərdə üzəri açıq hissələr aydın şəkildə görünür. Bizim işıqlarımız çox bərbad vəziyyətdədir. Bu işıqlar var, deməli demək olar ki, hardasa bu təzə tikilən evlər var, hələ bir dənə idarə tərəfindən gətirilib ora nə şalman, nə məftil, heç bir material sərf eləməyiblər. Hamısı cəmaət öz hesabına eləyir. Qeyri-standart məftillərdir. Transformatorımız 1 kilometrdən uzaqda yerləşir. Sakinlər bildirirlər ki, ərazidə transformatorun olmaması və xəttlərin nasaz vəziyyətdə qalması səbəbindən tez-tez qısa qapanmalar baş verir. Nəticədə elektrik enerjisi fasilələrlə verilir, bəzən isə günlərlə işıq olmur. Sakinlərin sözlərinə görə dirəklərin aşması və naqillərin qırılması ehtimalı onları daim qorxu içində saxlayır. Məktəbə gedən uşaqlardır, insanlardır da buradan keçib, hər bir şey yol qırağıdır, məftillərdir, çox pis vəziyyətdədir. İşıqla bağlı biz neçə dəfə müraciət eləmişik. İdarənin üzündə də olmuşuq. Yəni baxan yoxdur. İşıqlar çox zəifdir, dirəklər pis vəziyyətdədir. Həyətə bir maşın gələndə, bir kamaz zad gətirəndə, daş gətirəndə boşalta bilmir. Çox çətindir. Evdə heç nə bişirmək olmur. Xaldenlikimiz yanır, televizorumuz yanır. İşıq idarəsində olmuşuq da, yəni neçə dəfə gitmişik. Yığışıb 5 nəfər, 10 nəfər. Bir gün sabah deyiblər, yəni heç bir nəticə yoxdur. Məsələ ilə bağlı Azərişıq Açıq Səhmdar Cəmiyyətinə müraciət etdik. Müraciətimizə cavab olaraq bildirildi ki, Quba elektrik şəbəkəsi ərazisində yerləşən bir sıra kənd və qəsəbələrdə elektrik təsərrüfatının yenilənməsi, eləcə də əsaslı təmir bərpa işləri həyata keçir. Sözü gedən kənddə elektrik təchizatındakı vəziyyətin qiymətləndirilməsi ilə əlaqədar yerindəcə araşdırma aparılıb, yaşayış məntəqəsində layihələndirmə işləri həyata keçirilib. Yaxın gələcəkdə kəndin elektrik təsərrüfatının yenilənməsi işlərinə start veriləcək. Belə çıxır ki, sakinlər rəsmilərin verdiyi cavabın icra olunmasını gözləməlidirlər. Xanım Məmmədova, Layiq Qələndərli, APA TV, Quba.